Vaxtınız xeyir, hörmətli izləyicilər. Bugün Azərbaycanın ən məşhur mədən mühəndislərindən biri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Azər Şükürov qonağımızdır. Azər müəllim, xoş gördük. Xoş gördük. İlk dəfə bir mədən mühəndisi mənim qonağımdır. Mən gərək ki, sizə bu sualı verim. Yerin altında nə var, nə yox müəllim? Bu dəqiqə Azərbaycanın yeraltı sərvətlərinin son durumu necədir? Azərbaycanın çox zəngin yeraltı sərvətləri var. Mən mədən mühəndisi olduğum üçün neft, qaz xaric. Bir statistika deyim ki, 1969-cu il Ulu Öndər hakimiyyətə gələn vaxta qədər Azərbaycanda 70-ə yaxın faydalı qazıntı yataqları kəşf olunmuşdur. Ulu Öndərin vaxtında 550, indi artıq 1000-dən yuxarıdır. Bu faydalı qazıntılar da qruplara bölünür. Əgər maraqlıdırsa qrupların da. Buyurun müəllim, buyurun. Niyə maraqlıdır? Var filiz və qeyri-filiz. Filizlər də bir neçə qrupya bölünür. Qiymətli metallar, əlvan metallar, qara metallar, kritik, redki metallar. Bu da var Azərbaycanda. İkinci, deyək ki, qeyri-filiz yataqları. Burada həm tikinti, həm sənaye üçün önəmli faydalı qazıntılar var və üçüncüsü termal sulardır. Bunlar hamısı Azərbaycanda yeraltı, Respublikanın ərazisində yeraltı sərvətlər sayılır. Misal üçün, Avropanın nömrə 1 və dünyanın birinci onluğuna düşən Balakən rayonu inzibati ərazisində Filiz çay. Çox böyük bir depoziti var. Bu, hələ 1980-ci illərdə bizim geologlar tərəfindən kəşf olunub. Köhnə statistikaya görə 50-dən yuxarı Mendeleyev cədvəlinin elementi var, amma hesablamaya görə Balakəndə yerləşir və 22 element rentabelini sayılırdır. Orada çox böyük sink, əsasən böyük sinkdir, mis yataqlarıdır. Bu hal-hazırda Azərqold tərəfdən orada hazırlıq işləri gedir. Yəqin ki, bu yaxın gələcəkdə istismarına başlayacaqdır. Balakəndə istismar Balakəndə, bəli. Bizim hal-hazırda Qarabağ və Şərqi Zəngəzurda nəyimiz var, nəyimiz yox? Oradakı istismar olunan mədənlərin son durumu necədir? Ermənilərdən geriyə nə qalıb? Yəni, ermənilərin apardığı işlərdən sonra o bölgədə bizim hansı əlvan metallarımız qalıb, hansı yeraltı sərvətlərimiz qalıb? O, mən bəlkə qeyd etdiyim kimi, Ulu Öndərin dövründə geologiyaya çox böyük ciddi diqqət olubdur. Çünki bir dövlətin iqtisadiyyatı onun sərvətlərindən asılıdır. İşğaldan azad olunan bölgədə təxmini 170-ə qədər faydalı qazıntı yataqları kəşf olunub, o fondda da qeydiyyatdadır. Say etibarına görə 40 faydalı qazıntı yatağı Laçında olubdur, 34-ü Kəlbəcərdə və digər bölgələrdə təxmini 170-ə yaxın faydalı qazıntı yatağıdır. Ancaq bu, o vaxtı Sovetin vaxtında aparılan geologların əməyinin nəticəsidir. Bugün ora, yadınızdasa bu yaxınlarda Cənab Prezident Elmlər Akademiyasında bir məlumat verdi ki, işğaldan azad olunan bölgədə bu yaxınlarda böyük faydalı qazıntılar, yəni kəşfiyyat gedir elan olunacaqdır. Qaldı ki, işğal dövründə mən bəli, bir komissiyanın bir hissəsində nümayəndə kimi iştirak eləmişəm. Zəngilan rayonu inzibati ərazisində Vecnəli Qızıl mədənində, Füzuli rayonu inzibati ərazisində Mişardaşı, dövlət yerli Mişardaşının istismar aparılıbdır. Və Laçın rayonunun ərazisində qum-çınqıl tikinti materialı kimi istismar aparılıbdır. Bəli, mən orada olmuşam. Nələrin şahid oldunuz? Bax, ora əraziyə ezam gedəndən sonra, orada ermənilər, yəni Ermənistanın istismarçı şirkətləri bölgə ilə necə davranıbdır, ərazilərdən necə istifadə edibdir və ümumiyyətlə maraqlıdır ki, onlar bizim təbii sərvətləri nə qədərini ələ keçiriblər, nə qədərini daşıyıblar öz ölkələrinə, Ermənistana və bu gün yerdə nə qalıb? Yəqin ki, siz o bölgədə olmuşsunuz, necə ki bizim oradakı yaşayış evlərinə diqqət yetiriblərsə, kökünə kimi söküblər də, mədən istismarında heç bir ekoloji tarazlığa, ətraf mühitə heç vaxtı onlar diqqət yetirməyiblər. Çünki zaten Ermənistan dövləti də bunu rəhbərlik də bilirdi ki, geci-tezi bu torpaq bunların deyil. Ona görə onlar elə necə gəlib ki, necə ki bizim o evlərin tikinti materiallarını söküb
dağıtdıqları kimi mədən dopasını işlədiblər. İndi qeyri mənim deyək ki, özüm Laçınlı olduğuna görə bir şey də deyim ki, məsəl üçün Laçın rayonunda çox nadir və deyək respublikanın ən böyük palıd meşələri var. Onları belə qırıblar. Hansı ki o çox Azərbaycanın çox zəngin bir belə deyək ki, redki olan bir şeydir ki, o Laçın rayonundaydı. Onu belə çəkib aparıblar. Yəni indi elə bütün gedən xarici diplomatlardan tutmuş turist kimi gedənlərdə ermənilərin orada elədiyi hərəkət hər kəsə bəllidir. Eyni ilə də mədəndə də belədir. Mədəndə elədir, amma mədənin bir başqa xüsusiyyəti də odur ki, mədən real sərvəti özündə ehtiva edir. Ona görə də icazə verin bu sualı verim. Qarabağ və Şərqi Zəngəzurdakı həmən erməni şirkətlərinin apardığı qanunsuz istismar nəticəsində Azərbaycana təqribən nə qədər ziyan vurulub? Bunun bir rəsmi rəqəmi varmı? Və məsələn, siz az öncə qeyd elədiniz Azərbaycanın yeraltı sərvətləri, filizlər, filiz yataqları, mismobildən yataqları və s. Bunlar hamısı Qarabağda var. Bax, oradan nə qədər sərvət daşınıbdır Ermənistana? Bunun rəqəmləri, müxtəlif rəqəmlər səsləndirilir kütləvi informasiya vasitələrində. Mütəxəssis kimi sizdə varsa deyin, zəhmət olmasın. Mən öz iştirak elədiyim, misal üçün, Vejnəli Qızıl mədənində necə hesablanır? Azərbaycan fondunda bu qeydiyyatda var ki, burada bir bəlli depozitdə qızıl var. Qızılın deyək ki, bir tona, bir kuba düşən suxurun tərkibində nə qədərdir? Mən bütün aparmış hasilatı hesapladım. Neçə min, 100 min kub buradan suxur götürülüb və tərkibindən nə qədər? O tullantı boş suxurlar bəlli idi. Və hardasa ortalama 2 ton yarıma qədər Vejnəlidə mənim hesabladığımdan 2 ton yarım. Yəni ermənilər sadəcə Vejnəlidən 2 ton yarım qızıl alırlar. 2 ton yarım qızıl, bəli. Bu ancaq Vejnəlidir. Ancaq Vejnəlidir. Bunun Laçını var, bunun Xocalısı var, bunun Ağdərəsi var. Misal üçün, əsas onlar bu filiz sahəsində ən böyük, mən orada komissiyada olmamışam, ona görə o rəqəmlər məndə deyil. Misal üçün, ən böyük istismar apardıqları yer Kəlbəcər Söyüdlü qızıl mədən olub. Bir də ki, Ağdərədə bu günləri deyək dəmirli yataqdır. O polimetaldır. Mən bir dəfə orada olmuşam, amma komissiya kimi deyil, adi belə. Çox böyük, həddindən artıq çox böyük həcmdə orada hasilat işləri aparılırdır. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, bu gün Ermənistanla bir sülh müqaviləsi hazırlığı gedir. Artıq sülh müqaviləsi paraflanıb, müəyyən detallar razılaşdırılıb və bu yaxınlarda elə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev də belə bir bəyanat verdi ki, biz xalqlarımızı, yəni həm Azərbaycan, həm Ermənistan birlikdə xalqlarımızı sülhə hazırlamalıyıq. Və bunlar çox pozitiv hadisələrdir əslində. Amma bunun müqabilində mən sizə bax belə bir sual verim. Bir mütəxəssis, həm də bir Laçınlı kimi bu şəraitdə imzalanacaq bir sülh müqaviləsi sizcə Azərbaycana nə vəd eləyir və siz bu sülh müqaviləsində, bu sülh prosesindən sonra nələri görməyə arzu eləyərdiniz? Birincisi, mən bir Laçınlı olduğuma görə, mən 30 ildə orada doğulmuşam, orada böyümüşəm. Ən böyük, deyək ki, o torpağa qayıtmaq bir vətəndaş olaraq mənim arzum olub. Bu arzumda bu günləri rəhbərliklə, İlham Əliyev rəhbərliklə mən arzuya çatmışam. Qaldı ki, ixtisasıma uyğun olaraq, mən bunu birinci Laçınlı, ikinci Azərbaycan vətəndaşı olaraq böyük rəqəmlərlə mədən sektorundan danışıram ki, hasilat işləri aparırlar. Mən o sülh müqaviləsində Azərbaycana mədənə dəyən zərərləri qarşılamasını istərdim. Bunu hansı, deyək ki, formada verəcəklər? Pulu bilirsiniz, yəni bugünkü gün Ermənistanın iqtisadiyyatı o qədər elə belə yaxşı vəziyyətdə deyil ki, onun əvəzinə təqribən nə qədər puldan söhbət gedir? Təqribən belə yuvarlaqlaşdırıb desək. Misal üçün 2,5 qızıl mən iştirak elədiyim komissiyada apardığı kimi, onun əvəzində bir mədən verməlidir, biz onu əvəzə etməliyik. Ermənistan bugün Qarabağ və Şərqi Zəngəzurda istismar elədiyi mədənlərin müqabilində
əvəzində Azərbaycana nə qədər vəsait ödəməlidir sizcə? Və yaxud vəsait ödəməyə imkanı yoxdur. Nə etməlidir? Axı Ermənistanın özündə də müəyyən mədənlər var. Bəli. Hansı mədəni nəzərdə tutursunuz məsələn? Bizim deyək ki, ərazimizdən apardıqları mən çox böyük məmnuniyyətlə deyə bilərəm ki, Ermənistanın ərazisində hər hansı bir filiz mədənini Azərbaycan istismarına verə bilər. Mən çox böyük həvəslə də həmin mədənin işlənməsində rəhbərlik edə bilərəm. Məsələn, hansı mədəni verə bilər? Və yaxud hansı mədəni Ermənistan Azərbaycana güzəştə getsə, deyirsiniz ki, hə, müəyyən qədər bu istismarın əvəzidir. Ermənistanın Geoloji İnformasiya Fondunun tam məlumatı deyiləm, amma məlumatım hardandır? Hələ Sovet İttifaqı zamanında yeraltı zod yatağına, yeraltı istismar gedirdi. Bu Ermənistanın ərazisində idi. Və yeraltından öz ərazilərindən hətta Sovetin vaxtında bir hissəsi də Azərbaycan ərazisinə keçmişdi. O vaxt biz eyni bir Sovet İttifaqı olduğumuza görə bizim geoloqlar o vaxt biraz ona reaksiya vermişdi, amma Moskva məsələni həll edirdi də. Əgər orada Ermənistan ərazisindəki həmin o dediyim zod yatağının depoziti bizdən apardıqlarını əvəzləşdirə bilirsə, biz onun istismarını çox yüksək səviyyədə təşkil edə bilərik. Çox maraqlı bir təklifdir əslində. Molibden yataqları var. Özü də Ermənistan ixracçıdır. Onu verə bilər, əvəzləşdirə bilər. Yəni pulum yoxdur deyib özünü bir kənara çəkməməlidir. Pul başa düşdük. Bizdən apardığınızı elə olduğu kimi də qaytarıb verəcək. Xərc özümüz çəkəcək, özümüz istismar aparacaq. Necə ki onlar istismar aparır. Sülh şəraitində Azərbaycan şirkətlərinin daha çox əl qolu açılacaq. Bəli. Və o şəraitdə də daha rahat şəkildə Ermənistan ərazisində həm Azərbaycanlı mütəxəssislər geoloji kəşfiyyat apara biləcəklər, həm də Azərbaycanlı mədən mühəndisləri rahat şəkildə öz şirkətləri ilə birlikdə istismar apara biləcəklər. Bəli. Yəni bunun özü də sülhün özü də Azərbaycana müəyyən maddi dividendlər qazandıra bilər, deyilmi? Bəli, bəli. Təşəkkür edirəm və istəyirəm bu yerdə bir sizin mənə ilk görüşümüzdə dediyiniz bir xatirənizi izləyicilərimizdən bölüşmənizi istəyəcəm. Gərək ki, siz bir neçə il bundan qabaq hələ Vardanyanın qulağından tutulub Bakıya gətirilməmişdən qabaq ondan Qarabağda görüşməliydiniz. Vardanyanla görüşməliydiniz, düzdürmü? Məsələ də Azərbaycan yataqlarının qanunsuz istismarı məsələsidir. Bəli, məsələ oydur. Siz də orada bir dövlət komissiyasının üzvüydünüz, amma o görüş baş tutmadı. Niyə baş tutmadı? O görüş baş tuta da bilməzdi. İlk dəfə deyək ki, komissiya daxilində 2020-ci ilin dekabr ayında getmiş. Müharibə dayanandan başda bir ay sonra. Biz biraz ətraflı danışaq. Məsələn, bu nə komissiyası idi? Əslində o məlumatlar, mən özüm jurnalistəm. Düzdür, o dövrdə mən hərbi xidmətdə idim, sizin danışdığınız dövrdə. Amma qayıdandan sonra da belə informasiyalar gəlirdi. Azərbaycan komissiyası ora getdi, komissiya bura getdi. Komissiyanın tərkibi barədə az məlumat verilirdi. Komissiyanın görüşləri barədə az məlumat verilirdi. Biraz məlumat qıtlığı var idi. Ona görə xahiş edəcəm ki, biraz ətraflı danışasınız ki, bax o komissiya nə idi? Nə üçün yaranmışdı? Bölgəyə nə vaxt səfər elədi? Səfərin məqsədi nə idi? Və dekabr ayında 2020-ci ilin dekabrında bir komissiya olaraq orada digər dövlət qurumlarından da var idi. İlk dəfə biz səfər eləmişdik Şuşaya. Məqsəd nə idi? Birinci ki, orada məlum məsələdir ki, ətrafa, yəni mənim əsas sahəmə uyğun olaraq ki, ətrafa dəyən zərəri və yenidən orada bərpa işləri üçün tikinti materiallarının hansı səviyyədədir ki, orada çox sürətli şəkildə bilirsiniz, çox bir az müddətdə Füzulidə aeroport tikildi, Zəngilanda tikildi. Bunlara da bir xammal verilməsi lazım idi. O vaxt o deyək, məlumatlar bizdə fondda var idi. Amma gedib yerində baxmalıydı ki, bu dururmu yerində, durmur. Birinci məqsəd buydur. İkinci, artıq o dəyən zərərlər idi. Biz bir neçə dəfə olmuşuq, orada bir dəfə deyil. Bilirsiniz ki, ermənilərin koridor verildi. Onlar hər zaman Sovetin vaxtında Laçının içindən gəlib keçirdilər. Bir alternativ yol çəkildi ki, Laçının girmədən, şəhərə daxil olmadan alternativ yolu idi. Bir dəfə mənim iştirakımda, yəni ki, sülh məramlar orada bizim qrupaya çox maraqlı deyildi, yəni buraxsın. Artıq deyək ki də o bu bəğ dediyim sahələrdən sonra yeni bir ekologiya təbii sərvətlərdə bir komissiya yarandır.
və onlar o vaxtı tələb oldu ki, mən orada iştirak eləməmişəm. Tələb olmuşdu ki, oradakı səlahiyyətli adamlarla görüşmək. Misal üçün 20-ci ildə əgər bu müharibə dayanıbsa, Dəmirli yatağında partlayışlar aparılır. 23-cü ildə belə. Mən Süleyman müəllimə o sualı vermişdim ki, siz öz vəzifənizi düzgün icra etmirsiniz. Niyə? Çünki mən bu sahədə mədən mühəndisinin partlayışsız mədən olmur da, mütləq orada bir partlayış da olmalıdır. Və baxdı mənim elmi yazışmalarım da var, patentim də var. Mən buna təqdim elədim ki, yəni ki, mən bu sahənin mütəxəssisiyəm. Bugünkü gün istehsal olan partlayıcı maddə 1 ildən artıq ömrü olmur. Amma 3 ildir ki, orada partlayışları gedir. Və o Süleyman müəllimlərin biraz nəsə xoşuna gəlməmişdi. Ki, o alternativ yoldan belə, Kəlbəcərdən də beləsinə, ora silah minanı tapmışlar da, mina tapmışlar. Çox şükürlər olsun ki, artıq deyək ki, orada Şuşada başlayan aksiya və sonu da bəllidir. Qaldı ki, oradakı, mən başa düşürəm, istəsək dəqiq rəqəm biləsiniz. O dəqiq rəqəmlər bugünkü gün hazırlanır. Rəqəm bilməyə də bilərik. Mən ən çox maraqlı olan o idi ki, siz o torpaqlara, o bölgəyə gedəndə, o sülh məramlarla münasibətiniz necə formalaşırdı, onu artıq dediniz. Bir də mənim maraqlı idi ki, bu komissiya hansı nazirliyin tərkibində yaranmışdı, onu da qeyd elədiniz ki, Ekologiya Təbii Sərvətlər Nazirliyinin Yox, komissiya Cənab Prezident tərəfindən göstərişində yaranmışdır. Komissiyanın sədri Mətun Yenilayev edir. Əmlak Xidmətinin sədri idi və digər dövlət qurumlarından da nümayəndələr var idi orada. Amma Şuşada çünki faydalı qazıntılara yerin təkinə dəyən zərər ekologiya təbii sərvətlərin kurassiyasındaydır. Və o Dəmirli yatağına, digər yataqlara buraxmadıqlarına görə və bəlli məsələdir ki, orada o vaxtda bir deyək ki, mübahisə də yarandı, sonra da mitinqlər başladı. Və sonra da orada artıq deyək ki, aksiyalar başladı. Şükürlər olsun ki, bitdi. Artıq o bölgəyə gedib gəlmək, istər ekologiya, istər digər tərəfdən bir problem qalmayıbdır. O xəritə, yəni Qarabağ və Şərqi Zəngəzurun geoloji xəritəsi, mən biraz sizi tanıdığım üçün bilirəm ki, bu dəqiqə sizin, hətta deyərdim ki, gözlərinizin qabağındadır. O xəritə 10 ildən sonra Azərbaycan insanına, Azərbaycan iqtisadiyyatına nə vəd edir? Qarabağdakı faydalı qazıntı yataqları istismara başladığı halda nəinki o bölgənin iqtisadiyyatında, bizim dövlətin iqtisadiyyatında da böyük rol oynayacaqdır. Buna mən əminliklə bilirəm və deyirəm. Adicə, bugünkü gün bütün orada gedən işlərin hamısında yeraltı sərvət lazımdır. Tikinti materiallarıdır, digər deyək ki, sement xammalıdır. Bütün hər şey var orada. İndi sual ola bilər ki, biz niyə gecikirik, niyə başlamırıq? Belə bu sualı verəcəksiniz. Bilirsiniz ki, orada bir mina təhlükəsi də var. Biz demək o vaxt hələ mən ekoloji təbii sərvətdə çalışan zaman biz mina agentliyinə, ANAMya sifariş vermişdik ki, bu yataqların istismarı üçün minanı təmizləyən bir arayış versinlər. O vaxt ermənilər çıxanda istifadə elədiyi, istismar elədiyi yataqlar da minalanmışdı. Hər bir tərəf. Hal-hazırda Azərbaycanlı mütəxəssislər artıq xarici ölkələrdə gedirlər kəşfiyyat işləri aparmağa və mən az öncə verdiyiniz məlumatdan bildim ki, elə siz özünüz də yenicə qayıtmısınız. Əgər uyğun bilirsinizsə, son səfəriniz barədə məlumat verin. Çünki şəxsən mənim üçün qürur verici bir hadisədir ki, Azərbaycanlı mühəndislər, mədən mühəndisləri və geoloqlar artıq xarici ölkələrə töhfə verir. Xarici ölkələrdə istismar ediləcək əraziləri aşkarlayır, tapır. Bu, Azərbaycan geoloqlarının, Azərbaycan mədən mühəndislərinin dünyaya verdiyi töhfədir. Əgər uyğun bilirsinizsə, danışın, uyğun bilmirsinizsə, bu suala cavab vermə məcburi deyil. Yox, problem deyil, məxfi bir şey yoxdur. Bizim 2 geoloqumuz bir rəhmətə gedibdir. Vaxtında Əfqanistanda çox böyük işlər aparıbdır. Bilirsiniz, Sovet dövründə. Sovet dövründə. Uzun müddət işləyiblər orada. Əfqanistan bəllidir də biraz orada. Amma qaldı ki... Orada çox böyük yataqlar var. Qaldı ki, çox böyük... Və o yataqlar uzun illər ya ruslarda, ya ingilislərdə, ya Amerikalı mütəxəssislərdə olub. Bəli. Deyək ki, yerli cəmiyyət o təbii sərvətə görə də
Orada həmişə müharibə olubdur. Bizim orada bir səfirliyimiz var. Çox həddindən artıq, belə deyək ki, təcrübəli, milli bir səfirimiz var. Bizim kontaktımız var. Bir dəfə demək, onların rəhbərliyi tərəfindən xahiş olunmuşdu ki, mən oraya 2 dənə geoloq ezam etmişdim. Və 15 gün ərzində onların bir qızıl yatağında, bir hardasa 300 hektara qədər nümunə götürmüşdülər və bütün hesabatı vermişlər beynəlxalq səviyyədə. Müjdəni vermişdilər. Bəli. Bilirsiniz ki, yəni ki, tək Orta Asiyada deyək ki, Əfqanistan, gec tez orada da bir stabillik yaranacaqdır. Mən özüm də olmuşam orada. Bir dəfə gedəndə baxırsan ki, Kabul şəhəri bir məxfi hərbi bazaya oxşuyur. Amma ikinci səfərində baxırsan ki, artıq o beton şeylər götürür, tikanlı məftillər elə deyil. İndi artıq yavaş-yavaş formalaşırlar. Bunlar da özləri bilir ki, artıq silah dövrü bitdi. Ona görə də indi Azərbaycanın da dəstəyini almağa çalışırlar. Bəli, Azərbaycan çünki geologiya üzrə belə deyək, hələ Sovetin vaxtında da Sovet İttifaqı və sosialist ölkələrindən, belə Kubadan beləsinə oxumağa hara gəlirlər? Bilmək keçmiş indiki Neft və Sənaye Universiteti Nazirliyə. Və mənim bir tələbə yoldaşım, 2 tələbə yoldaşım, Əfqanistanlı, mədənçilikdə Moskvada oxuyarkən birini tapa bilmədim. Biri sonra bizdən sonra qaldı, müdafiə elədi və uşaqları beləsinə rusca danışırlar, rusdan qəşəng danışırlar. O büyün orada var. Amma o təhsil var, elmi təhsili var, amma dövlət formalaşmayıb ki, orada mədənçilik başlasın. Çox böyük, həddindən artıq böyük. Büyünləri deyək ki, də dünyanın axtardığı kritik metallar deyildir. Var orada. Əksəriyyəti Əfqanistandadır. Əgər bizim dövlətin, vətəndaş olaraq hərdən birdən bir dövlətin apardığı siyasətə də qulaq asmalar. Mən siyasət adamı deyiləm, texnik adamım. Mən bu universitetdə də elə ki, soruşuram, Sovetin vaxtında bizim universitetdə bir siyasi iqtisad var idi. Bundan dərs keçirilər. Bizə 1 il olubdur dərs keçməkdə. Ən azından bir vətəndaş olaraq bir dövlətin rəhbərinin siyasətini bir balaca incələmək lazımdır ki, mən bu günləri İranda mı gedib işləyəcəm, yoxsa Orta Asiyada? Ona görə əgər ki, xarici siyasət gedirsə, bir iş adamı kimi, bir vətəndaş olaraq sən də oraya öz dəstəyi göstərmək. Biz niyə dəstəyimizi göstərməyik? Bu minvalla siz də o Əfqanistan politikasına dəstəyinizi öz ixtisasınız üzrə tam şəkildə göstərməyə çalışırsınız. Mən orada bir dənə elə mövzudan kənar olsa da, biz deyək ki, maşınla gedirik, bir başqa yoldaş da vardı Qırğızstandan. Saxlayırlar. O Qırğız vətəndaşının pasportunu alıb, vizasına baxırlar. Bizim pasport alıb Azərbaycan olan kimi bir salam mələk eləyib, sevincə geri döndərdilər. Yəni orada bir Azərbaycan xalqına da, dövlətinə də bir məhəbbət var. Və onlar bizdən bugünkü gün belə deyək də, bir dəstək də gözləyirlər. Hansı ki, bizim dövlət artıq o siyasi dəstəyi onlara verir. Və siyasi dəstəyə bir zamanlar ehtiyacı olan dövlət artıq məzlum xalqlara və dövlətlərə siyasi dəstək verir. Bu, Azərbaycan dövlətinin uğurudur və bugün Azərbaycan dövlətinin həmən bölgələrdə apardığı siyasətin icraçısı kimi alimlərə iş düşməsi və alimlərin də, geoloqların da, mühəndislərin də öz işlərinin öhdəsindən gəlməsi Azərbaycan elminin böyük uğurudur. Amma tək bu uğurlar daim olsun. İnşallah daim olacaq. Çox böyük potensialımız var ki biz. Biz mədən sektorunu biz formalaşdırıb sivil formaya çatdırsaq beynəlxalq sistemə, neft yaddan çıxar. Əslində artıq nefti unutdurmağın vaxtıdır. Çünki daha böyük sərvətlərin dalınca qaçmaq lazımdır. Çox təşəkkür edirik. Mən minnətdarım sizə. Sağ olun, diqqət üçün. Çox sağ olun.